Burada kommentlərdə görürəm, dostum Nanə Ağamalıyevanın adını tağ ediyorsunuz. Xeyr, Nanə düz deyib. Nanə ömrü billah ölkədə ən səviyyəli verilişlərin aparıcısı olub və onun verilişində Arif Babayev, Alim Qasımov, Flori Kərimova və bütün sənətkarlar, istəyir gənc xanəndələr olub, estrada müğənnilərdə olanda səviyyəli müğənnilər olub Nanəlidə və hər zaman o tarixə düşüb. Nanənin axşam apardığı verilişlərdə son zamanlar o tamamı, mamamı çıxmaq şərtində çox səviyyəlidir. Söhbət mən dediyim irad, səhər verilişlərinin aparıcılarıdır ki, onların verilişinə gələn qonaqlar orada reytinglə danışır ki, belə-belə. Onlar ağzını su alıblar, güya bunlar salam verən kimi. Bunların verilişi 3 reyting verir. Ay xanım, ay bəy, sizin verilişdən qabaq hansı verilişlər var? Görün o nə qədər reyting verir. Və siz sonra nə verirsiniz? Nə yalandan özünüzdən belə ölkənin bir nömrəli səhər verilişi çıxır?